Məni amonyak hidroksid quyusuna atmamışdan öncə kanalıma xoş gəldiniz. Bilirəm ki 2 aydır gözləyirsiniz ki mən sizə bu videonu atım. Əsas odur ki nə deyirlər, gec olsun, güc olmasın. Əsas odur ki gəldi. Nəsə bu gün də yenə ar duyğusundan uzaq, yenə əxlaq normalarından uzaq ssenariləri, potensial etirafları oxumağa gəlmişəm. Heç bir etirafı oxumamışam. Yenə screen alıb göndərmişəm o biri telefonuma. Elə o telefondan da birbaşa sizə oxuyacağam. Bu arada səhifəmi izləməyə alın, bəyənin, paylaşın, orada burada nəsə də neyirsiz eləyin ki bu kanal böyüsün. Və videomuzun qonağı var. Özü də çox istəkli durur, görürsünüz. Nə qədər istəklidir. İstəyir ki bu video çıxsın. Nə vaxtdandır məni boğaza yığıb ki, mən də xahiş edirəm YouTube videona çək. Çox həvəslidir, üzündən çox bir poz ver, izləyicilərə bir poz ver. Victoria what? Burada etiraflarımızı oxuyacaq. Sənin də reaksiyaların izləyicilərimizə maraqlıdır. Xahiş edirəm biraz düz durasınız ki biz sizi görə bilək. İlk etirafımızdan zırtdan başlayırıq. Deməli, Eksim əskərliyə gedirdi, dedi gözlə, 6 ay gözlədim, yazdı ki nişanlanmışam, narahat etmə. Bax, sən o nişana bu şəkildə getməliydin. Əskəriyə getmək o deməkdir ki, sən İrana keçmisən ya da Suriyaya keçməsən, imkan ver. Nə fikirləşirsiniz Qarabəy? Sizcə elədiyi hərəkət düzdür ya, yox? Abicim, beni bırak! Səncə də bu 2026 bir qəribə deyil, hər şeyə rəğmən yaşamağa dəyir. Xeyr. Yəni 2026 başlayanda çox böyük ümidlərim var idi, amma 2026 başlayan kimi başıma qaynar sular töküldü. Ona görə də mən 2026-nın da o biri illərdən çox da fərqli olacağını düşünmürəm. Etiraf edirəm ki, otaq yoldaşımdan zəhləm gedir. İnsan bu qədər pinti olmaz da. Mənim travma mənim üçün də yanıqlı bir yerdir. Mən də özünüz də bilirsiniz ki, hardan bilirsiniz? Dostlarım yaxşı bilir ki, mən 2 il tələbə evində qalmışam və oradakı pintilik, otaq yoldaşı teması və onlardan çəkdiyim şeyləri bir mən özüm bilirəm. Təsəvvür eləyin ki, bizdə oğlanlar qalırdı və orada nə hoqqalar gedirdi, şkaf aşırdı. Sizə deyə bilməyəcəyim nələr baş verirdi. Ona görə də mən səni çox yaxşı başa düşürəm. Hamısını birbaşa sulfat qoysun. Qrupumuzdan bir qızın teacher's pet olayı yaşadığını düşünürük. Şaka yapıyorsun. Deməli, mənim əxlaq normalarım icazə vermir ki, bu teacher's pet nə deməkdir? Yəni başa düşmədim. Onu indi internetə yazıb bura qoyaram. Bacımın sevgilisini polisə şikayət eləmişdim. Narahat edir deyə bizi yalandan ayırdılar. Sənin username'in, yəni Instagram istifadəçi adını bura qoyacağam. Bacım bu videonu izləyirsə, zəhmət olmasa o bacısını polisə versin. Sonra cavab verəcəm deyib qarşı tərəfi psixoloji gözləmə rejiminə salmağı sevirəm. Bunu kim sevmir ki? Xahiş edirəm, bu etiraf deyil, bu bizim gündəlik rutinimizdir. Evimizə sevmədiyim qohumum gəlmişdi, çay servis edəndə içinə tüpürüb etmişdi. I tried to change. Yəni, hansı level düşmənçilik ola ki, kimsənin çayının içinə tüpürəsən. X-dən qisas almaq üçün buket aldırıb Targovunun ortasında üzr istədi, gülü də götürmədim. Kül təpənə. Targovu nədir? Miami'də ən bahalı rezortda orada üzr istətməliydin. Yəni Allahdan qəbul eləməmsən, yoxsa səni burada sürüyərdim. Hazırlıqda bir deyib masaya... Kusacağım utançtan. Ay ben ömrümde çok az böyle rezillik gördüm. Ay rezilliği gördünüz değil mi? Başkasıyla hep birlikte utandık. Ən biabırçı anını danış. Yəni o qədər çoxdur ki, hansı birini danışım onu bilmirəm. Xahiş edirəm məni dinləyin. Bir de sen görmeyeyim basbayrağı. Ona baxırsınız. Niyə bizim videomuzda iştirak eləmək istəmirsiniz? Burada indi bir sual verilib. Ən biabırçı anını danış. Ben özümden artırlamasına razıyım. Bir var razı, bir de çok razıyım özümden. Bir dəfə metroya minmişəm. Bir dənə xanımlı, yanında da balaca bir dənə uşaqdır. Çox vaxt analar da öz qucağında otuzdurmur uşağı, special olaraq ona da bir dənə kreslo, orada xüsusi olaraq ona da bir oturacaq ayrılırlar. Uşaq körpədir bu arada, oyuncaqlarla filanla oynayır. Qadın oturub metroda oturacaqda, yanındakı oturacaqda boşdur. Ancaq 2 dənə uşağın orada oyuncağı var. Mənim də ayaqlarım qırılırdı. Bilmirdim hazırlıqdan çıxmışdım, bilmirdim universitetə gedirdim, bilmirəm. Orada oturdum, qulağımda da qulaqlıq. Qadın da heç bir şey demir, sadəcə üzümə belə baxır. Mən də deyirəm ki, yəni nəyə baxırsınız? Burada boş idi, mən oturmuşam da. Bir də görürəm ki, arxada nəsə bir xırt elədi. Görürəm uşağın oyuncağı. Anne!
Uşağın oyuncağın üstündə heyvan kimi oturmuşam. Oyuncaq xırtxəşil. Arvad üzümə baxıb şok kimi, uşaq orada anqırır. O momentdə bütün metro dolu idi. Mən orada deyirdim ki, kaş yer yarılsaydı da içinə girsəydim. Allahdan vaqon o belə bitişik vaqonlardı. Yəni qatarın o biri başına ayaqla getmək olur. Birbaşa vaqonu tərk elədim. Yəni sadəcə olduğum yeri yox, sadəcə vaqonu tərk elədim. Hamı da mənə baxırdı, uşaq da anqırırdı. Day qadın arxamca nələr deyib onu bilmirəm. Bu mənim ən utanc verici anlarımdan sadəcə biridir. Heç sevgilim olmayıb, amma kim soruşsa deyirəm ki, bir dəfə olub, yetim kimi baxırdılar elə deməsəm. Sevgilinin olmaması iki şeydən qaynaqlanır. Ya çox çirkinsən, ya da çox kasıbsan. Təşəkkürlər. Məktəb vaxtı aşiq olduğum oğlanı qey etmək üçün rituallar edirdim. Bunun üçün rituala ehtiyac yoxdur. Yaşamağa səbəbin nədir? Yaşamağa səbəbim çoxdur. Əsas yaşamağa səbəbim yemək yeməkdir. Yəni mən yemək yeməyi çox sevdiyim üçün. Ben yemek yemeyi seviyorum. Zevk alıyorum. Hayata da bir kere geldim. Tabii yemek yiyeceğim. Kimseye de hesap vermeyeceğim. Yaşamağa bunu səbəb kimi görürəm. Dostuma eksi unutdum desəm də unutmamışam. Plus barışmışıq, plus yenidən ayrıldıq. Bərabər yaşların ağzına. Bu möhtəşəm riyazi oyun üçün təşəkkür edirik. Ümumiyyətlə mən öz dostlarımın mənə gəlib, "Ay yox, mən onu bloka atdım, mən onunla qurtardım." İnanmıram. Canım, yazık oldu sana. Sən olasan və həmin o qızı bir çırtmaqla, bir oğlanı çırtmaqla siləsən, bu qeyri-mümkündür. Mənə dostum şey atır, ona söydüyü mesajları atır, amma bilirəm ki, axırda da səni sevirəm, nə olar barışaq dediyi hissəni kəsir və o qalan hissəni mənə göndərir. Mən o telefonu əlinə alanda zaten bir partiya mən onu söyürəm. Oğlan dostuma anonim gay hesabdan nudes alıb pul qazandırdım. He's straight. Mən burada bir şey başa düşmədim. Oğlan buna razılıq verib, ya razılıq verməyib. Yəni əsas məsələ burada budur. Əgər oğlan razılıq veribsə, heç bir problem yoxdur. Amma əgər oğlan razılıq verməyib, sən gedib onun adından belə bir şey istifadə eləmisənsə, yəni də sevgilim mənə bir M ilə salam yazır. Bir M ilə sən əsgərlik yoldaşına salam yaza bilərsən. İlk dəfə tanış olduğun birinə sən salam yaza bilərsən. Mənə görə hər M-nın özünə məxsus mənası var. Məsəl üçün, salamın bir dənəsi əsgərlik yoldaşına yazıla bilər. 2 dənə M dostuna yazıla bilər. 3 dənə M ən yaxın dostuna yazıla bilər. 4 dənə M sevgilinə yazıla bilər. 6 dənə M artıq şitinin şorunu çıxartmaqdır. 7 dənə M gəl məni qapaz altına al deməkdir. 10 dənə M isə artıq blok materialdır. Deməli, bir dəfə xəstəxanada qan analizi verirəm. Həkim də oğlandı. Qan verdim, gözləyirəm koridorda. Birdən riskə girəndə otağa oğlan kəmərini bağlayır. İçəridə də qoca bir həkim vardı. Biz bunu fəsad olaraq düşünməyək. Biz fikirləşək ki, oğlanın şalvarı əynindən düşürdü və o momentdə bağlamağı düşünürdü. Və əgər o oğlan kişidirsə, məncə heç bir problem yoxdur. Anam gildən xəlvət atamın pulu ilə 2 günlük tura gedirəm adı ilə oğlanla ev tutub onunla qalmışdım. Sənin münasib... Qrup yoldaşım mənə dedi bakirəm, mən də mənə kömək ilə qurtulum kömək etdim. Allah cezanı versin. Ahlaksız. Edepsiz ahlaksız. Necə kömək eləmsən? Yəni kim səni tapmısan onun yerinə yoxsa sən mi? Mən daha çox bir şey düşünmək istəmirəm, çünki düşünəndə beynimdə artıq hüceyrələrin öldüyünü hiss edirəm. Ona görə də bu etirafımızla da biz bu möhtəşəm YouTube videomuzu sonuna çatdırırıq. Zəhmət olmasa abunə olmağı, like atmağı, digər videolarımı izləməyi və paylaşmağı da unutmayın. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, salamat qalın. Anormal, sen normal, ben anormal. İşler nasıl, işler normal. Benim mood hep anormal. Go crazy, go stupid, anormal. Sen normal,